Salam, hər vaxtınız xeyir olsun. Bugün, yəni 16 noyabr tarixində OTK-nın şagirdlər üçün sınağı təşkil olundu. Bu sınaqda şagirdlər öz bilik səviyyələrini yoxlamaq üçün iştirak etdilər. Onu da nəzərinizə çatdırım ki, OTK sınaq imtahanı Tovuzda yalnız Kompas Tədris Mərkəzində həyata keçirilir. Mən Günel Tağıyeva, həmin tədris mərkəzinin Azərbaycan dili və ədəbiyyat fən müəllimi olaraq sınaqdan bir sualın izahını sizlərə təqdim etmək istəyirəm. Keçid edək sualımıza. Bizə bir nümunə təqdim olunub. Həmin nümunə ilə bağlı biz yanlış fikri müəyyən etməliyik. Nümunə belədir. Elə bil nə vaxtsa yaşamışam mən, deyəsən bir zaman atım da olub. Nə vaxtsa döyüşə atılmışam mən, əlimdə qılıncım, qalxanım olub. Nümunə ilə tanış olduq. Keçid edirik variantlara. A variantında tünd qara hərflərlə yazılmış söz adlıq halda deyil. Nümunədə tünd qara hərflərlə yazılmış söz döyüşə sözüdür. Bəli, adlıq halda deyil, döyüşə sözü yönlük haldadır. Demək, A variantında verilən fikir doğrudur. B variantında birinci misrada frazoloji birləşmə işlənməyib. Nümunəmizin birinci misrası elə bil nə vaxtsa yaşamışam mən. Bəli, doğrudur. Bu misrada frazoloji birləşmə işlənməyib. C variantına baxaq. Dördüncü misrada yerlik halda olan söz həm də mənsubiyyət şəkilçilidir. Dördüncü misrada yerlik halda olan söz əlimdə sözüdür. Bəli, əlimdə sözündəki im mənsubiyyət şəkilçisidir. Demək, C variantında verilən fikir doğrudur. D variantına baxaq. İkinci misrada mənsubiyyət şəkilçili söz adlıq haldadır. İkinci misrada verilmiş mənsubiyyət şəkilçili söz atım sözüdür. Bəli, adlıq haldadır. Demək, D variantında verilən fikir də doğru fikirdir. Y variantına baxaq. Dördüncü misrada mənsubiyyət şəkilçili sözlərin hamısı adlıq haldadır. Səhv fikirdir. Demək, biz az öncə müəyyən elədik ki, dördüncü misrada olan əlimdə sözü adlıq halda deyil, yerlik haldadır. Demək, testimizin doğru cavabı olacaq Y variantı. Sualı dinlədiyiniz üçün təşəkkür edirəm. Ümidvaram ki, sizlər üçün bu sualın izahı faydalı oldu.